Tahir müəllim, bax, danışırıq, İranda vəziyyət bəli gərgindir, ölənlər var və müharibə təhdidləri var, amma qarşı tərəfdə Xamneyinin hətta hazırlıqlara, müharibə hazırlıqlarına, yəni geri çəkilmək kimi bir niyyətləri yoxdur. Bax, sizcə hadisələr hansı istiqamətdə inkişaf eləyə bilər? Yəni çox yaxın bölgədir, bölgə təhdid altındadır. Misal, deyək ki, Trump bəhanə eləyir ki, mən ona görə hücuma keçmirəm ki, İran rəhbərləri mənə müraciət eləyiblər ki, biz danışığa başlayaq. Belə hiss olunur ki, eləmək istəmirlər. Çünki bunun nəticələri necə olacağı bəlli deyil, hətta yaxşı deyil. Bax, götürək. Eyni yolu Amerika seçdi. Liviya, İraq, Suriya və s. Hansı birində vəziyyət yaxşılaşdı? Elə, İranda da yaxşı olmayacaq. Hər hansı bir, sən hücum eləsən, hətta rejimi dəyişsən, belə neynəsən. Çünki hədsiz dərəcə qarma-qarışıqlıq var. Hədsiz dərəcə mürəkkəb münasibətlər var. İranda, deyək ki, məzhəbi bir hakimiyyət var, amma eyni zamanda etnik və yaxud deyək ki, bərabərsizlik, əmlak bərabərsizliyi, etnik bərabərsizliyi, rəngarəngilik, ayrı-ayrı fikirlər, bunlar hədsiz dərəcə mürəkkəbdir. Yəni, mən hesab edirəm ki, İranda qazan qaynayır, amma xörək hələ bişməyib. Xörək bişməmiş heç kim, istəyir xaricdə, istəyir Azərbaycandakı biz fəallarımız var. Onlar müəyyən bir nəticəyə gələ bilməz ki, Azərbaycan nə baş verəcək? O xörəyi nə çıxardacaq? İran parçalanacaqmı? Mən düşünürəm ki, İranda nə Xamneyi qaçandır, nə də dirəniş olacaq. Çünki ideoloji bir sistemdir orada. Orada Madura deyil, ya deyək ki, başqası deyil. Böyük də dövlətdir və ən əsası Sepah var orada. Sepah hətta yeri gələndə dini qurumları belə əlində saxlayır. Nədir? Dövlət büdcəsinin hardasa 40%-ə yaxın onlara gedir. O Sepah nəinki özünü maliyyələşdirir, hətta orada sənaye müəssisələrinə, iqtisadiyyata belə nəzarət edir. Yəni Sepahın özünün müəyyən müstəqil hərəkatları və bu hərbi təşkilatdır, hərbi gücdür. Və o Sepah indi açıqdan açığa ideoloji rəhbəri müdafiə edir İranda. Deməli, belə müdafiə eləyən zaman sən Sepah da, ordu da bir mənalı şəkildə, hətta prezident Məsud Pezeşkiyan da bəyanat verdi öz dövlətin müdafiəsi haqqında. Onda sən deyək ki, buradan dəyişiklik edib, nə bilim, 3-5% şah istəyir, o gətirib qoyacaqsan. Necə qoyacaqsan?